Salamlayıram sizi ve bugün bizim 8. dersimizdir. Bu derste biz belə bir məsələni həll edəcəyik. Bizim bu slaydımız əsas slayddır. Buna titul slaydı deyirlər, yəni baş slayddır. Bu slaydda görürsünüz ifadə var, yəni mətn var. Biz isə istəyirik ki, bu slaydda, yəni baş slaydda fonu şəkillə əvəz eləyək. Yəni fon əvəzinə, ağ fon əvəzinə və mətnin əvəzinə burada şəkil olsun. Sizə iki üsul göstərəcəyim. Birinci üsul artıq bizə tanışdır. Bax, burada necə şəkli yerləşdirirdik. Bax, bu slaydlarda eyni üsuldan istifadə edəcəyik. Kursor yerləşdiririk titul slayda. Keçirik Vstavka Insert tabına və buradan risunk şəkilləri seçirik və lazım olan yerdən, yəni kompüterimizdə harada şəkillər yerləşibsə o qovluğa keçirik və o qovluqdan bu şəkli seçəcəyik, logotipi və burada yerləşdiririk və fikir verirsiniz, format tabı əmələ gəlir. Əgər mən şəkli seçmişəm, düzdür, burada bassam, yəni seçim itir, tab da itir. Şəklin üstünə basan kimi həmin tab əmələ gəlir. Ümumiyyətlə, əgər mənim Excel və Word proqrama aid olan dərslərə baxıbsa, orada da həmin bu tab əmələ gəlir. Ona görə böyük bir fərq yoxdur. Bu şəkli burada biz yerini dəyişə bilərik. Yuxarı, aşağı, sağa, sola, hara istəyirsə apara bilərik. Sonra bunun ölçülərini dəyişə bilərik, böyüdürük. Belə. Sonra deyək ki, stilini dəyişə bilərik. Deyək ki, belə eləyirik. Yumru, yaxud belə, yaxud belə, yaxud belə. Tutalım ki, belə olsun. Sonra ona effektlər verə bilərik. Cürbəcür effektlər var, görürsünüz. Belə, yaxud belə. Rəngini dəyişə bilərik. Və müəyyən bir korrektə edə bilərik. Əgər müəyyən bir vaxtdan sonra görürsünüz ki, artıq şəklin forması xoşunuza gəlmirsə, birinci variantı bərpa edə bilərsiniz. Burada izminin, yəni dəyişiklik bölməsindən burada bu üç bucağı basırsınız və zbros parametr risunka i razmera. Yəni birinci variant görürsünüz qaytarılır. Gəl indi bu şəkli dəyişək və fonu əvəz eləyək. Mənə bu stildən bu stil xoşuma gəlir. Bunu seçirəm. Gəl onu biraz böyüdək, belə eləyək. Əvvəlcə yerləşdirək. Deyək ki, sağ tərəfdə birinci variantı belə eləyək. Burada. İndi bu stili bu rənglərə uyğun dəyişmək olar. Keçirik Cvet, yəni rəng bölməsinə və burada bu iki variantdan birini seçmək olar. Ya belə, yaxud da belə. İki variantdan biri uyğundur. Deyək ki, bunu seçdik. Həm başlığa uyğun gəlir, həm bu rənglərə uyğun gəlir. İndi tutalım ki, biz burada mətni yığışdırmaq, ümumiyyətlə mətn istəmirik ki, burada olsun. Yalnız şəkil olsun. Əvvəlcə yığışdırırıq mətni. Sonra bu doldurucunun özünü yığışdırırıq. Seçdik. Klaviaturdan delete düyməsini bastıq. Əgər lazımdırsa, bu ikinci doldurucunu da yox eləmək olar. Seçdik, yox elədik. İndi bu şəkli böyüdürük. Deyək ki, yerləşdirək bura. Buradan belə dartaq. Buradan da belə dartaq. Belə. Bu qədər bəhs eləyər mən biləm. Belə. Artıq görürsünüz fonu dəyişdik və artıq fon bizdə şəkildir. Yəni bu titul slaydda fondur, sonra isə başqa slaydlar gəlir. Belə eləmək olar. İndi baxaq görək ikinci variantı necə istifadə eləmək olar. Keçirik aşağı. Buradan sağ düyməni basırıq. Sozdать slayd, yəni slayd yaradırıq. Maketi seçirik. Maketdə bu variantı seçirik. Pustoy slayd, boş slayd. Yəni heç nə yoxdur. Keçirik dizayn tabına. Format fonu. Belə bir pəncərə açılır. Və burada əgər istəsək, məsəl üçün rəngləri dəyişə bilərik.
Dəyişirik burada rəngləri, belə. Görürsünüz. Burada belə verə bilərik. Görürsünüz, dəyişir. Amma bizə burada mətn lazımdır. Mətn seçmək üçün risunuk ili tekstura variantını seçirik. Belə bir pəncərə açılır və buradan 3 variant var. File, buffer abmədən, mübadilə bufferi və internetdən. İnternet variantı məndə işləmir. Əvvəlki dərslərdə demişdim ki, məndə lisenziyası olmayan PowerPoint-dur. Ona görə belə bir pəncərə açılır. Amma faylda, yəni mübadilə buferindən burada şəkil yerləşdirmək olar. Seçirik faylı və həmin şəkli burada yerləşdiririk. Gördünüz? Artıq fon şəkli kimi olur. Əgər bu fonu dala qaytarmaq istəyirsə, yəni şəkli yığışdırmaq istəyirsə, burada sağ tərəfdə aşağıda belə bir əmr var. Vasitnavit fon. Köhnə fon qayıdır. Gəldi, yenidən yerləşdirək şəkli. Əgər bu şəkli, yəni bu fonu, burada görürsünüz, yalnız bu slaydda belə fondur. Bu fonu bu bir slaydlara da şamil etmək istəyirsiniz. Burada применить ко всем. Yəni bütün slaydlara şamildir. Bastınız və görürsünüz, bütün slaydlarda həmin fon əmələ gəlir. Əgər xoşunuza gəlmirsə, o saat bunu buradan yığışdırmaq olur. Atminit komandası, yəni ləğv elə həmin əmri basırsınız və görürsünüz. Bütün slaydlardan fikir verirsiniz, həmin fon ləğv olunur. Yalnız burada qalır. Bununla bugünkü dərsimiz başa çatır. Bugünə bu qədər. Təşəkkürlər.